Hər bir gənc oğlan kimi Natiqin də sevdiyi, gələcək həyatını qurmaq istədiyi bir yar olub. Natiqin yolunu illərdir gözləyən, əsl Azərbaycan xanımına layiq şəkildə davranan qadının kimliyini də ilk dəfə bizdən eşidəcəksiniz. Qız istəyirdi, o qız da heç son vaxtlara qədər ailə qurmadı, elə onu gözlədi, Natiq tapılar. Kim idi qız, adını deyə bilər? Yox, adını istəmirəm. Onu yəqin ki, mətbuatda görəcəklər, valideynləri zaten istəmirəm. Yox, Tovuzdan idi. Sadəcə olaraq atamgili yaşadığı binada yaşayırdı. Uşaqlıqdan bir yerdə böyümüşdülər. Bir sinifdə oxumurdular. Qız ondan bir neçə yaş balacaydı. Başqa sinifdə oxuyurdular. Ancaq bir yerdə oxuyurdular. O qız yəni son vaxtlara qədər də ailə qurmadı, ərə getmədi. Natiqi gözlədi. Natiqin xatirə bulağının yanında skameykalar, oturacaqlar qoyublar. Həmişə gəlir o bulağın yanında oturur, axşam gedirdi. Yəni son vaxtlar mən elə görmüşdüm. Yəni ailə qurmadı. İndi hal-hazırda biz də istəyirik ki, yəni ən azından sağ tapılsın. Sağ tapılmasa da bu 31 ildə kimdir Natiq saxlayan? Hansı əsirlikdə kim olar onu saxlaya bilər? Bəlkə də Allahın qisməti olar ki, yəni sağ olar, haradasa gizlədərlərmi, kiminsə əlində olar deyə bilmərəm. Son həddində yəni hamımızın ailə üzvlərimizdə bir dənə ürəyimiz istəyən odur ki, onun nə isə tapılsın, ən azından bir yerdə Şəhidlər Mingəçevirdə Şəhidlər Xiyabanında dəfn olunsun.